Bugün 4-cü çərşənbə torpaq çərşənbəsidir. 2025-ci ilə yeni fəsil, ömrümüzə, günümüzə yeni bahar gəlir. Dan yeri sökülür, çəmənlərə şeh düşür. Səhər-səhər quşların şux nərməsi, günəşin işıq saçan şöləsi ətrafa yayılır. Yenə gözlərimizdə gülümsəyərək gizlədə bilmədiyimiz kədər var. Amma buna baxmayaraq ayaqda durmağa və bütün çətinliklərə qalib gələcək qədər gücümüz var. Bəli, biz çox uzun və keşməkeşli yol qət etdik. İtirdik, bəlkə də çox şeylər itirdik. Amma həyatda sadəcə nikbin olmaq, həqiqətin gözünə düz baxmaq lazımdır. Qəmi, kədəri, uğursuzluğu, çətinliyi, bu negativ halları ötən qışın ən unudulan gecəsinə qovuşdurun. Pozitiv və yüksək enerji ilə gələcəyə doğru addımlayın və inanın ki, həqiqətən də hər şey yaxşı olacaq. İlin bütün fəsilləri gözəldir. Dünyanı düm ağqarına bürüyən qışı, dəli küləkləri olan payızı, xəşəm olmuş çiçəkləri ilə könlümüzə xoş duyğular bəxş edən yazı da, isti yayı da. Sizə bu baharda min bahar, qəlbinizə eşq, sevgi, sərinlik, süfrənizə ruzi, torpağınıza bərəkət, atdığınız hər addıma bol uğur və şanslar diləyirəm. Arzu edirəm ki, payızı, qışı, fəsil kimi bütün ömrünüzü bahar kimi yaşayasınız. Nəinki bayramlarda, süfrəniz hər zaman ruzi bərəkətli olsun. Ocağınız gür yansın, çırağınız hər yana nur saçsın. Məsafə saxlayın, amma küsülü qalmayın. Çünki həyat çox qısadır. Özünüzü sevin, doğmalarınıza qarşı mehriban olun. Dəyərli olana vaxtında dəyər verin. Yaşayın, yaşamağa davam edin. Çünki həyat yaşadıqca gözəldir. Novruz bayramınız mübarək olsun.